Namaz idarə etməlidir, sütundur. Aktual Dinin olmalıdır, sütunudur, bəli. bəli. Din insandan ayrı deyil, insan da namazdan ayrı olmamalıdır. Bu sütun qalsın da. Ona görə alim buyurur ki, demir namaz qılın. Quranda bir dənə namaz qılın ayəsi yoxdur. Həmişə də əqimu, namazı dikəldin, qaldırın. Ne? Sütundur, sütunu qaldırırlar ki, namaz ayaq üstə qalsın. Namaz dik qalsa, ayaq üstə qalsa, möhkəm olsa, bir istehkam kimi nə olacaq? İnsanın daimi ümid mənbəyidir. İnsan başa düşür ki, məsələn, Quran-Kərimdə həmin o namaz ayəsi və bilirik ki, Fatihətül Kitabdan başqa namaz mümkün deyildi. Onsuz namaz mümkün deyil. Həm surəsindən başqa. Həm surəsində ən mərkəzi budur ki, ehdinə sıratəl müstəqim, məni doğru yola yönəlt. Niyə? Daim elə bil ki, bunu refresh eləyir. Daim bunu format eləyir. İnsan daim yenidən sırat-ı müstəqimə, yəni qayıt, navigator kimi. Getmirsən də indi buradan dön. Sonra deyir ki, o biri tərəf keçmirsən, indi buradan dön. Bu birindən dön. Yəni dön də gəl o istiqamətə, sırat-ı müstəqimə ki, ən doğru və ən sürətli yoldur. Alimlərdən biri deyirdi ki, düz xətt ən tez hədəfə aparan xətt.